Komedixananın aktyorları pul qazanmaq üçün artıq anaya da keçdilər. Anadan senden bir tane xahiş edeyim. Biraz ağzını açık koyabilirsin, biraz. Görsən qaqa, görsən indi səs yoxdur. Hə, səs kəsdi, indi səs yoxdur. Ana sen indi ağzını bağla. Sen gördün, ana ağzını açanda səs kəsildi. Tezdən ağzını yumanda səs gəldi. O bilsən nədir? Protez dedi, diş dişə sürtür. Protezin səsidir bu. Qaqa, anan neçənci ildir? 54. S-klassda 2000 ildir. Azərbaycan xalqında və eləcə də İslam dinində ana müqəddəs sayılıb. Eləcə də namus bilinib. Ana toxunulmazdır. Bunu Peyğəmbərimizin cənnət anaların ayağı altındadır hədisindən də bilirik. Baxış sayı qazanaraq güldürmək, yox, üzürlü sayın, hırıldatmaq üçün əl atmadığınız yol, məhv etmədiyiniz ailə dəyərləri, mental düşüncə qalmadı. Keçmişsiniz indi də anaları bu cür təqdim etməyə. Sizin anaya dəyər vermək, əxlaq, tərbiyə anlayışınız budurmu? Sizin öz səhifənizdə belə insanlar etiraz edir, amma yenə də vecinizə deyil. Gözləyirsiniz ki, söysələr də videoya baxışınız çoxalsın. Belə yollarla, belə ağılda olan insanlardan reklam tutasınız. Tunar, qardaş, reklam üçün bir şey yox idi, ananı reklam nədən təkrarı yoxdur ye. Siz bu ölkədə milli mentaliteti məhv edirsiniz, insanlarsınız. Həmidov, çox ayıb, S-klass hara, ana hara. Anaya neçənci illə yaş verirlər, qoca. Cənab, hər şeyin reklamını etdiniz. İndi də ana reklamını edib prim yığırsınız, ayıb olsun. Hələ bu utanmaza baxın. Anadan gələn səslər maşından gəlməz, gülür. Pul qazanmaq üçün daha hansı yollara əl atacaqsınız?